Salam, hər vaxtınız xeyirli olsun, əziz traderlər. Bugün ayın 25-idir, noyabrın 25-idir və bu günləri sizə analiz dərəcədə paylaşıram. Öz ticarətinizdə tətbiq edə bilərsiniz. Bu videonu da öz tanışlarınızla paylaşın, onların üçün də faydalı olsun. Başlamaq istəyirəm efir kriptovalyutasından. Mən ümumiyyətlə təkcə valyutalarla ticarət eləmirəm. Yəni qızıldır, valyutaları təkcə onlarla ticarət olunmur. Həmçində aksiyalarda və kriptovalyuta da var portfelimdə. Sizin üçün də onu tövsiyə edirəm, belə ticarət edin. Təbii ki, brokeriniz onu imkan verirsə. Keçmək istəyirəm efir kriptovalyutasına. Efir bizdə burada göründüyü kimi çox dərin eniş elədi. Bu da təbii ki, Trump'ın kütləyə müharibə, ticarət müharibəsi elanından sonra baş verdi. Həmçinin ümumiyyətlə bütün kripto bazarı çöktü həmin anda. Lakin burada düşünürəm ki, artıq yenanın, efirin eniş potensialı bitib. Adətən belə şamlardan da görə bilərik. Belə bir şamlar bizdə artıq satışların fiksasiyası olunmasını və yeni alışların başlamasına təkan verir. Ona görə də hal-hazırdakı vəziyyətdə efirin artacağını düşünürəm. Həmçində ümumiyyətlə dekabr ayları ilin sonlarında özünüz də baxa bilərsiniz. Kriptovalyutada ralli baş verir və həmin rallinin baş verməsini indiki ildə gözləyirəm. Təbii ki, Trump maneçiliyi törətməsə. Çünki indi bu dəqiqə kriptovalyuta çox həssas olub Trump'ın çıxışlarına. Ona görə adətən heç bir şey problem olmasa biz efiri artımı 3600-lərə qədər gözləyirik. Sadəcə efirin qarşısında duran maneə burada bir səviyyə var. Onu gəlib test edəndən sonra harası bir korreksiya olunub, təzədən biz yeni artımlara start verə bilərik. Biraz balaca time frame-ə baxsaq, burada belə bir trend xətti də çəksək, eniş tendensiyasını da ümumi burada qırdı dünənləri efir. Ona görə də düşünürəm ki, bu səviyyələrdən biz efirin artımını görə bilərik. Ona görə trend indi başlayır və sizə də qoşulmağını tövsiyə edirəm. Yena, Yapon yenası ümumi artımdan görürsünüz, biz artım tendensiyasındayıq. Yəni trend burada çevrilib artıq burada eniş tendensiyası demək olar ki, tam bağlanılıb, yəni 80-85% bağlanılıb. Keçən ilin yanvarından olan eniş tendensiyamızı biz tamamilə bağlamışıq. İndi hal-hazırdakı vəziyyətdə korreksiyanı gözləyib və yeni artımlara davam edə bilərik. Hal-hazırdakı vəziyyətdə mən gözləyirəm ki, 160-lara qədər artacağını və 160-lardan sonra biz yenanın dərin korreksiyasını görə bilərik. Amma hal-hazırdakı vəziyyətdə yenanın ancaq və ancaq alışlarını açmağı sizə tövsiyə edirəm. Təbii ki, korreksiya bitəndən sonra. Korreksiya harada bitəcək, necə bitəcək, onu özünüz təyin edin. Mən şəxsən gözləyirəm 155-lərə qədər. 155-lərdən sonra artım davam edəcək. Yeri gəlmişdən əziz traderlər, əgər siz də daha yaxşı ticarətinizi yaxşılaşdırmaq istəyirsinizsə, Instagramda, TikTokda izləyənlər mənə direktə yazsınlar. YouTube'da izləyənlər isə Telegram kanalım var orada. Ora abunə olub, mənə yazıb, daha doğrusu şəxsi yazıb, qapalı qrupum var, VIP qrup. Ora abunə olub sizi belə bir siqnallarla Forex-də rahat şəkildə qazancınızı daha da yaxşılaşdıra bilərsiniz. Həmçində ümumi qrup var, orada da analizlər dərc olunur, siqnallar dərc olunur, amma təbii ki, yaxşı, faydalı və trendin başlama yeri qapalı qrupda olur. Keçək qızıla. Qızıl dəfələrlə demişdim ki,
kəskin artımdan sonra mütləq surətdə korreksiyası olmalıdır və biz korreksiyanı davam edəcəyik. Çünki hal-hazırdakı vəziyyətdə qızılın maksimumların yenilənməsini gözlənilmir. Çünki kifayət qədər artım olub. Və biz müəyyən bir diapazonun içerisində sıxışa bilərik. Yuxarı maksimumlar və aşağıdakı minimumlar bundan ibarət ola bilər. Yəni son belə deyim, bir ay ərzində qızıl bu maksimumdan bu minimumu eniş edə bilər. Bu minimumdan bu maksimum kimi eniş arta bilər daha doğrusu. Ona görə buradakı yığılan həcmlər növbəti hərəkatın paylanılmasına təkan veriləcək. Hansı istiqamətə qırılacaq, onu bizə bazar göstərəcək. Bunu heç bir analiz, heç bir sistem təxmin edə bilməz ki, biz aşağı qıracaq, yoxsa yuxarı qıracaq. Amma hal-hazırdakı vəziyyətdə biz həcm yığırıq növbəti hərəkat üçün. $360 profitimiz var. Onu hal-hazırda saxlayırıq. Profitlərimizi çoxaldırıq. Çünki növbəti əməliyyatlarımız stop loss olanda bizim qazandığımız profit stop losslarımızı bağlamağa köməklik eləsin. Euro dollar haqqında danışmaq istəyirəm. Euro dollar düşünürəm ki, artıq artım üçün artıma başlamaq üçün az bir müddət qalıb. Düzdür, bizdə minimumlar görürsünüz yenilənir, hər hərəkət olunanda maksimumlar da yenilənirlər. Ona görə hal-hazırdakı vəziyyətdə biraz qalıb bu səviyyələrin belə deyim 1.1389-un yenilənməsini belə bir yeniləyib və biz artıma buradan belə bir başlaya bilərik. Evronun qlobal artımına. Təbii ki, burada belə bir trend xəttimiz də ola bilərdi. Belə bir trend xətti ilə çəkmək olar və onun qırılması bu trend xəttin rəngini dəyişim. Bu trend xəttinin qırılması Evronun daha da maksimumların 1.19'ları artımına təkan verəcək. Amma mən şəxsən düşünürəm ki, bu minimumu, buradakı minimumu yeniləyib və yenidən artım edə bilərik. Axırıncı alətimiz bizdə neftdir. VTI markası, Brent markasına da aiddir. Yəni orada sadəcə olaraq bir 10%, 15% civarında fərqlənirlər. Ümumi olaraq eyni analizdir. Biz hal-hazırda eniş tendensiyasındayıq ümumi olaraq. Burada artım üçün hələ ki bir təkan yoxdur. 2 həftədir ki, biz neft ümumi H4-ə keçib baxsaq daha da yaxşı olar. Ümumi olaraq biz bu diapazon içərisində sıxışıb qalmışdı neft. O da təbii ki, bu Trump'ın Venezuela kartellərinə demişdi ki, orada biz Venezuela'nın neft daşıyan kartellərini, gəmilərini vuracaq. Çünki orada banditlər onu daşıyan, yəni dövlətin heç bir adiyyatı yoxdur. Ona görə də belə bir korreksiya olurdu. Arta da bilmirdi, normal enişdə də bilmirdi, təzədən, yəni korreksiyalar impuls gedirdi, lakin korreksiyonun gəlib təzədən bağlıydı. Amma ümumi olaraq enişin təbii ki olmalı idi. OPEC üzvləri özləri demişdi, yəni biz neftin ümumiyyətlə gələn 55-60 civarında ticarət olmasını gözləyirlər. Və ümumi olaraq artım üçün də həmçində bizdə lazımdır biz bu trend xəttini qıraq və yenidən artıma başlanıla bilər. Amma şəxsən mən özüm gözləyirəm ki, biz 55-i yeniləyib belə bir eniş eləsin və ondan sonra biz neftin artımını gözləyə bilərik qlobal olaraq bir neçə ay ərzində. Yəni bu göstərdiyim analiz bu həftə növbəti həftə üçün keçərlidir. Yəni bunu tətbiq edin, öz ticarətinizdə öz strategiyaya uyğun və düşünürəm ki, sizə faydalı olacaq.
Yen ayı üçün isə yen ayı üçün kim satışlara girməyib, bu minimum gözünün yenilənməsini baxın, bu minimum D1 qrafikində üzr istəyirəm H4-də yeniləndi və siz növbəti hərəkatı 55 civarlarına qədər əməliyyat aça bilərsiniz. Belə əziz treyderlər, video axıra qədər izlədiyiniz üçün sizdən təşəkkür edirəm. Kanala abunə olun. Yeni videolar izləmək üçün kanala abunə olmaq üçün tövsiyə edirəm. Sizə ticarətinizdə bol-bol uğurlar və çoxlu take profitlər arzu edirəm. Sağ olun, salamat qalın.